9 qəpik. Deməli, hər pul qabında cəmi nə qədər pul var? Uyğun misalları yazın. Deməli, neçə qəpikləri var? Hansı qəpiklər var? De görüm, mən yazım. 5 üstəgəl 3 üstəgəl 1. Bəli, neçə qəpik eləyir? 9 qəpik. Bəli, 9 qəpik pul var. Növbəti qabda nə qədər pul var? 5, 5 1 3, aha, 1, 1. 1 Cəmi neçə eləyir? 10. 10 qəpik, bəli. 10 qəpik. Növbətim. Yox. Ləman. Ləman və Muradın nə qədər pulu var? Sizcə kimin pulu çoxdur? Aha, getdik. 15. Deməli, Muradın 3 dənə 5 manatı var, elə deyilmi? 15 manat. Bəli, aferin Banu. 15 manat pulu var Muradın. Gəl indi baxaq, Ləmanın nə qədər pulu var? Kömək elə. 7. 5 üstəgəl 1, üstəgəl 1. Aferin, 7 manat. Kimin daha çoxdur pulu Banu? Ləmanın. Oğlanın. Bəli, Muradın daha çoxdur. Buradan yazırıq, Muradın daha çox pulu var. Muradın daha çoxdur. Növbəti tapşırığın şərtini oxu. Oyuncaqları almaq üçün cəmi nə qədər pul ödəmək lazımdır? Aha, maşın neçə qəpikdir? Maşın 11 qəpik. Fil 8 qəpik. Cəmi nə qədər elədi? 19. 19 qəpik verməlisən bunları almaq üçün. Aha, növbəti. Dinozavr neçə manatdır? 7. Helikopter? 9. Aha, əvvəl onu tamamla. 7-nin üzərinə neçə gəlməliyəm? 10 eləsin. 3. 16 manat. Ay, sağ ol. Geridə qalır 6. 16 manat. Doğrudur. 16 manat. Növbəti tapşırığı oxu. Turqay bir qələm və bir pozan alıb satıcıya 20 qəpik pul verdi. Aha. Satıcı ona nə qədər pul qaytarmalıdır? Turqay şəkildəki ləvazimatların hamısını almaq üçün pulu çatırmı? Aha, gəl indi baxaq Banu. Bir qeyd eləyək. Nə alıb? Bir qələm alıb, bir də pozan alıb. Qələm neçə qəpikdir? Qələm 9. Deməli, qələm 9 qəpikdir. Pozan nə qədərdir Banu? 4 qəpik. Pozan da 4 qəpikdir. 13 qəpik. Bəli, deməli 13 qəpik pul xərcləməlidir. 9-un üzərinə 4 gələndə 13 qəpik. Amma o satıcıya nə qədər pul verib? 20 qəpik verib. Deməli, 20-dən çıxırsan 13-ü. Neçə qəpiyin qalır sənin? 17. 17 niyə? 7. 7 qəpiyin qalır. Aha. İndi bax, hamısını almaq istəyirsən, nə qədər pul xərcləməlidir? Bax, tutaq ki, pozanla qələmə 13 qəpik pul verdi. 8 qəpik, 6 qəpik. 8-dən 6-nın cəmi neçə eləyir? 14 qəpik. 14, bəli. 13-ün üzərinə 14 qəpik gələk. 3-ün üzərinə 4 gələndə? 3-ün üzərinə 4 gələndə 7. 1-in üzərinə 1 gələndə? 17. Yox, 1-in üzərinə 1. 2. 27 qəpik. Deməli, bunların hamısını almaq üçün neçə qəpik olmalıdır? Turqayın 27 qəpik olmalıdır. Amma 20 qəpiyi var. Deməli, hamısını ala bilərmi? Yox. Yox, hamısını ala bilməz. Afərin. Növbəti. Keçdik indi test tapşırıqlarına. Oxu görüm.
Hansı söz hecalara düzgün ayrılmış? Aha, ayrılmayıb. Avtobus. Ayrılmayıb. Bax, diqqətli oxu şərtim. Avtobus, düzdürmü? Düzdür. Düzdür. Göyərçin, düzdürmü? Düzdür. Pələng. Necə deyirik? Pələng deyirik. Elə deyil mi? Belə olmalıdır. Pələng olmalıydı bu. Bəli, C variantı səhvdir. Növbəti. Oxu görüm şərtini. Əlamət bildirən sözlər hansı sırada verilib? Əlamət bildirən sözlərin sualı necə olmalıdır Banu? Necə? Necə, necə, hansı? Qaçmaq. Sual ver. Hərəkət. Hərəkət. Bəli, ona görə qaçmaq. Pişik, meyvə, dost. Bunlar nədir? Sual ver. Pişik nə? Meyvə nə? Dost. Kim? Meyvə. Bunlar əlamət bildirirmi səncə? Yox. Ad bildirir. Bəli, bunlar da getdi. Sarı necə? Böyük necə? İsti necə? Deməli, bunların variantı. bəli, necə sualına cavab verdiyinə görə əlamət bildirir və mən C variantını dairələyirəm. Növbəti 3-cü şərti oxu. Əlifba sırasına görə nöqtələrin yerinə hansı söz uyğun gəlir? Deməli, İt, burnu, i. Deməli, birinci i gəlib burada. İdən sonra q. Qərənfildə q var. L, l, m olmalıdır. Elə deyilmi? M, n, l, m, n. Yadına gəlir əlifba? Deməli, l, m yoxdur, n olmalıdır. Nərgiz olmalıdır burada. Başa düşdük? Nərgiz olmalıdır. Nərgiz. Nərgizin də n hərfi. N-dan sonra da y. Aha, burada nərgizi dairələdik. Növbəti. 4-cü sualı oxu görüm. hansı sözlər mütləq böyük hərflə yazılmalıdır? Hansı sözlər böyük hərflə yazılır? Xəzər, Şuşa, Səncə A variantı düzdürmü? düzdür. Bəli, Xəzər göl adıdır, Xəzər dənizi. Şuşa şəhər adıdır, Kür də çayın adıdır. Deməli, adam adları, şəhər adları, çay adları, Arzu, Mübariz, Murad. Murad. Bəli, Arzu adam adı da ola bilər. Bir də mənim arzum ola bilər. Elə deyilmi? Məsələn, Aslan heyvana da deyə bilərik. Aslan adam adı da ola bilər. Bacımız sinifində var. Aha, məsələn, o asla böyük yazılmalıdır. Amma belə heyvandan söhbət gedirsə, o kiçik yazılmalıdır. Oxu görüm. Hansı söz ad bildirir? Ad bildirməsi üçün hansı suallara cavab verməlidir? Kim, nə, hara? Ay, sağ ol. Bəli. Kim, nə, hara sualına cavab verən söz tap görün burada. 8. 8. Nədir? Nə bildirir 8? Say. Say bildirir. Bəli. Təmiz. Təmiz. Əlamət. Bəli. Kitab. Kitab da ad bildirir. Afərin sənə. Növbəti 6-cı sual oxu. Hansı sırada hərflər əlifba sırasına uyğun ardıcıllıqla verilib? Deməli, əlifba sırasına uyğun ardıcıllıqla. Hansı? A variantı. Bəli, A. Afərin Banu. Növbəti. 7-ci sual oxu. Cümlədə altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olmaz? Olmaz. Aha. Kök. Kök oğlan. Sual ver. Yox. Kök necə oğlan? Olmaz deyir. Kök oğlana gömbul oğlan deyə bilərikmi? Yox. Niyə? Kök gömbul deyilmi? Gömbul ikisi də yaxın mənalı sözdür. Kökə gömbul deyə bilərsən, şişman deyə bilərsən. Amma kök adama arıq adam deyə bilərsənmi? Yox. Arıq onun nə idi? Əks mənası. Başa düşdük? Arıq adama kök adam deyə bilmərik. Kök adama arıq adam deyə bilmərik. Məsələn, sən arıq qızsan. Mən sənə kök deyə bilərəmmi? Deyirəm, Banu kökdür. Yox. Arıq ola sənə kök deyə bilmərəm. Yox. Mən həmişə çox yemək yeyirəm, mən hələ də arığam.
Oxu görüm şərtini. Yaxın mənalı sözləri tapın. Yaxın mənalı. Aha. Yaz, Yaz, bahar. bahar. Yazda həm də bahar deyə bilərikmi? Yaz fəsli, bahar fəsli. Bəli, elə budur. A variantıdır. yığda, Xırda. xırda, əzik. Xırda kiçik desə daha yaxşı olardı. Əzik yox. Yaz, fəsil yox, olmaz. Yox. Hansı söz yanlış yazılıb? Balıq, düzdürmü? Bəli. A ilə düzdür. Torpaq necə Yox. yazılmalıydı? Torpaq. Q ilə yazılmalıydı. Bəli, torpaq səhvdir. 10-cu sualın şərtini oxu. Hansı şəklin adı təklik 9 təklikdən neçə təklik çoxdur? Deməli, 1 onluq 7 təklik. Ədədi nə olacaq Banu? 1 onluğun var 7 təkliyin. Ədədi bir oxu gün. 17. Ay, sağ ol. 17-dən nəyə çıxacaqsan? 9. 9 təkliyi çıxacaqsan. Çıx görüm. Əvvəl ona tamamla 17-ni. 8. Bəli, 8. Neçə təklik çoxdur? 8 təklik çoxdur. Davam edirik. 3-cü məsələni oxu. Dənizin 7 yaşı var. Turqay ondan 2 yaş böyükdür. Onlar birlikdə neçə yaş var? Onların birlikdə neçə yaşı var? Turqay ondan 2 yaş böyükdürsə, onda Turqayın neçə yaşı olar? 5. 5 niyə? Kiçik deyil, böyükdür. Böyükdür deyəndə 7-nin üzərinə 2-ni nə edəcəksən? 9 yaş. Bəli, Turqayın 9 yaşı var. İkisinin birlikdə yaşını tapmaq üçün nə edirik? 9-un üzərinə 7-ni gəlirik. 16 yaş. 16 yaş, bəli. İkisinin birlikdə 16 yaşı var. Davam edirik 14-cü məsələ ilə. 11-i 6 vahid artırsaq neçə alınar? Artırmaq nədir Banu? 11-in üzərinə 6-nı nə edəcəm? Artır desə. Toplayacaq. Bəli. Azalt desə çıxacaqsan. Cəmi neçə eləyir? Aha. 17. 17, bəli. Növbəti oxu şərtini. Fərid biri 50 qəpik, 2 qəpiyə, biri 50 qəpikdir dondurmanın. Neçə dondurma aldı deyir? 2 dondurma aldı. Aha, deməli 50 qəpik bir dənə dondurmadır. Yenə 50 qəpiklik ikinci dondurmanı aldı. Nə qədər elədi 2 50 qəpik? 1 manat. 1 manat. Ay, sağ ol. 1 manat. Bəli, Banu. 1 manat pul xərclədi deməli. O satıcıya 5 manat pul verdi. 5-dən nə 4 edəcəksən? manatı qalacaq. Ay, sağ ol. Afərin. Deməli 4 manat satıcı ona qaytarmalıdır. Afərin Banu, çox gözəl. Növbəti. Məhəmməd ağacdan 3 13. Düzgün oxu bu ədədləri. 13 alma. Uğur isə ondan 4 alma az dərdi. Az dərdim. Deməli, Uğur aha. ağacdan neçə alma dərdi? Deməli, Məhəmməd 13 alma dərib. Uğur ondan 4 alma az dərdi. Az dərdi deyə 13-dən nə edəcəm Banu 4-ü? 13-dən 4 çıxacaq. Bəli, neçə Qalır alma? 9. 9 alma. Deməli, Uğur 9 alma dərib. Növbəti. Oxu şərti. Avtobusda 17 sərnişin var İdi. 17 var idi. Aha. Dayanacaqda 5 sərnişin düşdü Gözlə, və düşdü. Düşdü deyəndə 17-dən 8-ə nə edəcəksən? çıxacaq. Aha, əvvəl ona tamamlayıb çıx görüm neçə eləyəcək. 17-dən 7 çıxırıq. 9. Bəli, əlavə 1-i də çıxırsan. 9. Deməli, avtobusda neçə sərnişin oldu? Sərnişin. 9 sərnişin oldu. Sonra 8 nəfər mindi. Mindi deyəndə 9-dan 8-i nə edəcəksən? Toplayır. Bəli, 9-dan 8-i toplayırsan. Ona tamamlayıb topla görüm. 9-un üzərinə 1 17. gəlirsən. Ay, sağ ol. 17. Yenə də həmənki qiymət. 17-ni aldıq biz.
Neçə sərnişin oldu? 17. Bəs niyə cavablarda yoxdur 17? 17 sərnişin var idi. Biz 5 sərnişin düşdü yazmışıq. Gözdağılı burada səhv eləmişik biz. Burada 8 yazmışıq. 5 düşdü deyəndə. Gözlə, buranı düzəldək. Deməli, Banu, məsələni bir də oxu. Avtobusda 17 sərnişin var idi. Dayanacaqda 5 sərnişin düşdü. Düşdü, bəli. Düşdü deyə dediyimizə görə 17-dən 5-i çıxırıq. Neçə sərnişin qalır? 7-dən 5 çıxanda 10 8. 18. Niyə? 7-dən 5 çıxırsan? 12. 12 sərnişin qaldı. 12 sərnişin qaldı. 8 mindi. Mindi dediyinə görə 12-nin üzərinə 8-i gəlirsən. Neçə eləyəcək? 19. 20. 20, bəli. 20 sərnişin oldu. Aha, növbəti. Aşağıdakı figurlardan Düzgün oxu şərti. Figurlardan hamısı kvadratdır. Aha, bunun adı nədir? Sarının adı nədir? De görüm. Nədir onun adı? Dairə. Bəli. Bunun adı nədir? Uzun bucaq. Yox. Düz bucaq. bucaqlı. Ortadakının adı nədir? Kub. Yox. Kvadrat. Bəli. Tam ortadakı. Ortadakı kvadratdır. Növbəti 9. Azalan 15, çıxılan 6-dan 3 vahid böyük ədəd olarsa fərq neçədir? Deməli, necə idi Banu? Azalan, çıxılan fərq. bəli, əvvəl bunu yazaq. Azalan, çıxılan bərabərdir fərqə. Azalanın neçədir? 15-dir. Azalanın yerinə 15 yazırsan. Çıxılan 6-dan 3 vahid böyük. 6-dan 3 vahid böyük olanda neçə olacaq bu? 6 ilə 3-ü neynəyəcəm? Böyük dediyinə görə. Böyük dediyinə görə 3 vahid böyük. Üstünə gəlir. Neçə eləyəcək? 9. Bəli, çıxılanın oldu 9. 15-dən 9 çıxar. Əvvəl ona tamamla 15-dən 5 çıxırsan. 7. Əlavə 4 çıxırsan. Düzgün çıx Banu. 15-dən 5 çıxanda 10. O 5-i hardan götürdün? 9-un içindən. 9-dan 5-i götürdük. Kənarda nə qalır? 4 qalırmı? Qalır. 15-dən 5-i çıxırsan, əlavə 4-ü çıxırsan. Çünki 9-dan 4 qalır kənarda. Bu da eləyir 6. Fərqi nə olacaq? 6. Növbəti, sonuncu məsələni oxu. Birinci qutuda 4 şar var. Hər sonrakı qutuda əvvəlkidən 2 şar çoxdur. 4-cü qutuda neçə şar var? Deməli, neçə qutu var Banu ümumi? 4 qutu var. Elə deyilmi? 1, 2, 3, 4 yazaq. 4 qutu yazaq. Birinci qutuda 4 şarı qeyd elədik. Hər sonrakı qutuda əvvəlkindən 2 şar çoxdur deyir. Onda 4-dən 2 vahid çox olacaq ikinci qutuda. Neçə şar olacaq? 6 şar olacaq. Bəli, 4-dən 2 vahid çoxdur 6. İndi 3-cü qutuda da 6-dan 2 vahid çox olacaq. Neçə eləyəcək Banu? 8. Bəli. 4-cü qutuda da 8-dən 2 vahid çox neçə olacaq? 10. Başa düşdünmü məntiqini? Səndən neçənci qutunu istəyir? 4-cü. Neçə qutu şarı oldu 4-cü qutuda? A. Bəli, A variantı. Dediyim kimi, bax, bunu select eləyəndən sonra bunları özün dairələyəcəksən düzgün formada. İndi keçirik rahat tapşırıqlar rəngləmədir.